Hər vaxtınız xeyir olsun, dəyərli Empati TV izləyiciləri, əziz xanımlar. Yenə Qadın Saatında görüşürük və bu gün studiyamda çox dəyərli bir xanım əyləşib. Esmeralda Atifi, Şuuraltı terapist, klinik psixoloq. Esmeralda xanımla çox maraqlı mövzulara toxunacağıq biz bu gün. Qadınlar, onları narahat edən problemlər və həmin o problemlərin şuuraltı ilə nə qədər əlaqəsi var, bundan danışacağıq və təbii ki, sizdən gələn suallar əsasında. Xoş gəlmisiniz studiyamıza. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm Sevinç xanım dəvətiniz üçün. Keçək söhbətimizə, çünki çox maraqlı suallar var əlimizdə. İndi sual maraqlıdır deyəndə biraz ehtiyat edirəm, çəkinirəm açığı. Çünki birilərinin dərdi üzərində qurulmuş suallardır deyək. Birilərini narahat edən mövzu əsasındadır bu suallar. Amma sevindiyim tərəf odur ki, qarşımda bir mütəxəssis əyləşib və biz o suallara çox gözəl cavab tapa biləcəyik. Qadınların verdiyi suallara keçməzdən öncə özümü maraqlandıran bir sual var. O sualı sizə ünvanlayım, sonra keçək digər suallarımıza. Duyğu və hisslər qadın və kişidə eynidirmi? Bu mənim üçün çox maraqlıdır ki, bəzən deyirlər, sevgi hissini qadınlar başqa cür algılayır, kişilər başqa cür algılayır və ya nifrət hissini və ya hər nəysə. Ümumiyyətlə, qadın və kişidə duyğu və hisslərimiz eynidirmi? Çox gözəl sualdır bu. Qadınların ən çox, belə deyim, ailədə olan həm problemli, həm də ki, özlərini ifadə edə bilməmək. Bu hiss, bu duyğu kişilərdə də var bu, ancaq ən çox qadınlarda. Ailəyə öz hissləri ilə yanaşırlar. Məsələn, ailədə uşaqlarını, öz həyat yoldaşını dərin hissləri ilə, sanki qəlbləri ilə hərəkət edirlər. Özdə Bəli. addımlar atırlar. Amma kişilərdə isə kişilərdən o hörməti görmədikdə artıq qadınların hissləri ölür və başlayır öz bədənləri ilə cavab verməyə. Yəni Niyə biz bəzən qadınlar kişilərin davranışına əsasən öz davranışlarını necə deyim, müşayiət mi edir deyim, yoxsa idarə mi edir deyim? Əgər mən bu hiss və duyğudayamsa, mütləq ki, dəyərmi görməliyəm və ya alqışmı görməliyəm? Biraz elə bil öz dəyərimizi də sanki bəylərin əlinə buraxmış kimiyik. biz qarşımızdakı insana görə hərəkət edirik. Hı. Öz həyat yoldaşımıza görə, öz ailəmizə görə hərəkət edirik ki, onları razı salaq. Halbuki Əsas məsələ budur, bax, onları razı salaq. onları Bəli. razı salaq. Halbuki o içimizdəki bütün potensialımızı, bütün istəklərimizi, arzularımızı hamısını bir kənara atırıq. Hı. Uşaqlarımıza görə addım atırıq, öz həyat yoldaşımıza görə, həyat tərzimizə görə, işimizdə kim nə dedi, necə oldu, bunlara görə addım atırıq. Amma biz özümüz, bizim içimizdəki həqiqətən öz potensialımızı ortaya çıxarda bilirikmi? Həqiqətən biz öz istəklərimizi həyata keçirə bilirikmi? Bunlar çox önəmlidir. Bəzən bizdə xanımlar ailə qurandan sonra sizin dediyiniz kimi özlərini sıfırlayıb, sanki yenidən ailə üzərində inşa edirlər. Əslində bu çox gözəl şeydir. Yəni ailə dəyərlərinə sadiq qalmadır, ailə dəyərlərinə önəm verməkdir. Amma biz necə bunu paralel apara bilərik? Yəni qadın olaraq. Qadının çiyninə ailədə böyük yük düşür. Amma bunu deyəndə də bəzən bəylərə haqsızlıq etmiş oluruq. Qadına evdə yük düşür, bəyə də çöldən yük düşür deyək də. Yəni çöl işlərini bəylər görür, ev işlərini xanımlar. Burada biz inciyib küsməmək üçün bunu anlasaq yetməzmi sizcə ki, mən ev işləri görürəm, yoldaşım da çöldən qazanır, gətirir. Yəni ailə necə ki müştərəkdir. Yəni müştərək şəkildə biz ailə idarə edirik. Amma dediyim kimi, yenə də o fikrimə qayıdıram. Təzadlı fikir söylədiyimin fərqindəyəm. Sadəcə mən istəmirəm ki, burada ya daha çox bəylərə yüklənək və ya daha çox xanımları müdafiə edək. Çünki bu doğru olmaz biz tərəfdən bu cür səsləndirsək ki, yalnız qadınlar əziyyət çəkir, kişilər daha rahatdır və ya kişilər daha çox iş görür, qadınlar az. Belə deyil. Sadəcə niyə biz qadınlar bəzən ailə qurandan sonra öncəki mənliyimizi sıfırlayıb yenidən inşa edirik özümüzü? Çünki bizim kökümüzdən bu cürdür. Biz evdə bu cür görmüşük ki, qadın özünü, öz ailəsinə görə bu cür davranmalıdır. Əlbəttə ki, biz kişiləri burada heç vaxt onların haqqına girə bilmərik. Hətta yazırlar ki,
Bir qadından danışırsan, bəs bizim haqqımız? Bunu da Bəli. sual verirlər. Ümumiyyətlə bir mövzu danışılanda həm kişiyə, həm qadına aiddir. Ailə qurduqda bizim fikrimiz, zehnimizdə nə olur? Ailəmiz yaxşı olsun. Yəni xəyallar olaraq, istək olaraq möhtəşəm bir ailə düşünürük, Hı hı. xəyalımızda tuturuq. Amma getdikdə biz ailəyə düşdükdə fərqli-fərqli ailələrə düşürük. Görürük ki, heç də istədiyimiz kimi olmur. Xəyalımız, istəyimiz heç də o deyildi. Hətta onun belə deyim, söhbəti gedir, xaos yaşananda qadınlar deyir ki, heç də istədiyim ailə bir deyildi. Yəni biz başqa cür düşünmüşdük. Hətta bir istəkli olurlar, nişanlı olduqda öz xəyallarını qururlar. Hə, biz başqa cür danışmışdıq. Heç də ailə qurduq, bu cür olmadı. Yəni bu kimi mövzular çox baş verir. Bu hardan qaynaqlanır? Əlbəttə ki, bir qadının evində gördüyü və başqa bir ailəyə düşdüyü ailədə də artıq ona qarşılıqlı olaraq anlaşılmaması olur orada. Xarakter olaraq da bu baş verir. Amma bunun əsl səbəbi, əsl kökü əlbəttə ki, bizim yenə də gedir genetik olaraq nəslimizə çıxır. Bizə deyilən sözlərə. Bəli. Hətta bir sual var idi orada, yeri gəlmişkən deyim. Bir xanım yazmışdı ki bizə, hələ də mən anamın dediyi, uşaq vaxtı anamın mənə dediyi qayda ilə yaşayıram öz ailəmi. Yəni təsəvvür eləyin, ancaq o bizə öncədən göndərilmiş o beynimizə ötürürlər də fikirlərini, gəlin belə olmalıdır, mən belə gəlin oldum, sən də elə ol. Bu kimi sözlər və ya gözləntilər, baxın deyirsiniz ki, nişanlı oldular, sevgili oldular. İndi ailə qruplar deyir ki, o deyil. Yəni istədiyim kimi olmadı. İndi biz beynimizdə formalaşdıraqmı gələcək ailəmizi? Əslində eləmi olmalıdır? Gənc qızlar gələcək ailəni indidən formalaşdırmalıdırlarmı ki, necə olacaq? Və sonra yanılsalar? Belə deyim, ümumiyyətlə biz evdə atamızı necə görmüşüksə, atamızı biz uşaqlıqdan axı bu yaşa qədər ki, hansı ki o yaş dönəminə qədər biz artıq evlənirik, biz atamızı görürük. Bəli. Və atamızı görürük, bizim beynimiz bunu belə deyim, kopyalayır. Model olaraq. Hə. Və o cür də insana rast gəlirik. O cür də insanla qarşılaşırıq. Gəldik şuuraltı Bəli, məsələlərə. mütləq şəkildə ki, burada həm şuuraltı rol oynayır, həm bizim missiyamızda bizim anamız hansı yollardan keçib, hansı əziyyətləri çəkibdir. Biz də o cür insanla ailə qururuq. Anamız bunu bizə deməsə də biz elə oluruq. Uşaqlar var ki, onlar uşaqlar evində böyüyür. Bunun fərqi yoxdur. Bu bizim genetik olaraq gələn, belə deyim, kökümüzdən gələn bir DNA-mızda yerləşən bir koddur ki, biz bunu yaşayırıq. Bizim şuuraltımız pis, yaxşı nələr varsa hamısını depoluyur beynimizdə. Biz əslində uşaqlarımıza necə dünyaya gətirdik? Hansı çətinliklərdən keçdik? Nəslimizdə nələr baş verdi? Özümüz hansı bir həyat yaşayırıq? Onlara məlumat verməyimiz, hansı ki bir yaş dönəmi gəlir. Əslində biz onlara məlumat verməyimiz çox yaxşı bir şeydir. Uşaqlarımız gələcəkdə öz travmalarının kökünü bilirlər. Baxın, keçən dəfə vurğuladım. Biz hansı bir nəsildə, orta bir nəsildə yaşayırıq. 25, 30, 35, 40, 45 yaş dönəmi. Biz həm keçmişi şəfalandırırıq, həm gələcəyi şəfalandırırıq. Həm özümüzü şəfalandırırıq. Keçmişdən biz özümüz bu seansların vasitəsilə keçmişimizi axtarırıq, tapırıq, üzərində çalışırıq. Həm də uşaqlarımıza ötürürük biz. Həm də öz həyatımızı şəfalandırırıq. Biz həm çətin dönəmi yaşayırıq, həm də belə deyim, özümüzü gücləndiririk. Amma əslində çox da maraqlı dönəmdə yaşayırıq. Yəni biz Həm çox dönəm maraqlı. dediyimiz bu dönəmdən danışmırıq da, öz ömrümüzün dönəmidir, Bəli, bəli, özümüzə öz aid olan bir zamanımıza, şeydir, öz zaman. bu yaşadığımız dövrümüzə aid ki, yəni hal-hazırda yaşadığımız bu anı uşaqlarımızı arındırırıq. Uşaqlarımızın artıq gələcəyinin yaxşılığına yol açırıq biz. Onlara baxın, elə bir vaxt gəlib ki, biz onları hər şeyi başa salırıq. Başa salırıq ki, necə olmalıdır? Düzdür, onların bəzən düşəcəyinə də icazə verməliyik ki, özləri qalxmağı bacarsın. Təbii Mütləq. ki. Bəli. Mütləq şəkildə bu olmalıdır, amma ən azından biz yol göstəririk. Budur. Getmək istəyirsən get, düşəcəksən, tamam, arxandayıq, amma orada düş ki, güclənəsən. Bu hardasa tərbiyə mövzusunu əhatə edir bu fikirləriniz. Amma mənə həmişə maraqlı olub. İndi tərbiyəni biz qorxudaraqmı etməliyik, yoxsa anladaraqmı etməliyik? Bəzən deyirlər ki, qorxutmasan bir şeydən çəkinməzlər. O tərbiyə belə
çox belə deyim də, üzərində əsas etdiyimiz şeydir. Ya hərəkətlərimizlə verməliyik bunu, amma biz böyüyük axı bəzi hallarda. Elə şeylər var ki, tamam, gör götür də o uşaqlar biz nə edirik, necə deyirlər, tərbiyə sözlə deyil, davranışlarınızla olur. Amma bəzən də bu yaş fərqləri var. İndi bizim hər etdiyimizi də onlar etməli deyil ki, amma biz o tərbiyənin incəliyinə necə varaq? Necə tərbiyə verək ki, əslində qorxutmuş olmayaq onları, amma onlar da bizim istədiyimiz kimi tərbiyəli olsunlar. Yenə də bizim istədiyimiz kimi Hı hı. dedim, bilirəm siz orada artıq nələr fikirləşirsiniz. Yəni də biz necə tərbiyə edək? Ümumiyyətlə uşaqlarda indi hal-hazırdakı vaxtdan, zamandan deyə bilərəm ki, uşaqlarımıza çox belə deyim, hədsiz dərəcədə ay onu etsin, bunu etsin icazə vermək mənim üçün, yəni mən buna qarşıyam. Bəzi məqamlar var ki, biz onları başa salmalıyıq əslində. Gedişatı başa salırıq, istəklərini isə özlərinə icazə veririk, özləri seçsin. Bəzi yollar var ki, onları necə deyim, məsələn, misal çəkim, bizim bir hər hansısa bir ali məktəbə qəbul etmək olmaq Olmaq, istəyir. Hı. Orda biz deyirik ki, yox mən istəyirəm ki, qızım, oğlum həkim olsun, amma uşaq deyir ki, mən həkim olmaq istəmirəm. Burada biz ona dayaq olmalıyıq, dəstək olmalıyıq. Hər nə olursa olsun biz ona dəstək. Amma bəzən olur ki, uşaqlar seçimini bilmir. Çünki elə bir mühitdə böyüyürlər ki, ətrafında bu dəqiqə uşaqlar indiki hal-hazırda uşaqlar 13 yaşından artıq məktəblərdə hər hansısa bir bağımlılıqlar baş alıb gedibdir. Bəli. Çox, yəni bərbad bir vəziyyətdir. Ona görə çox diqqətli olmalıyıq bu mövzularda. Yəni deyirsiniz ki, biri var tamamilə qısıtlamaq, biri də var nəzarət edərək etmək. Nəzarət Kəskin edərək. şəkildə etməyək bunu. Axı biraz da dostyana davranmaq Mütləq, məcburiyyətindəyik. mütləq. Dostyana davranaraqdan hərəkət etmək. Çünki ana olduğunu hiss etməlidir ki, qarşısındakı Təbii ana ki. ilə danışır. Amma dost da olmalısan. Bəzi valideynlər var ki, öz sirrini öz uşaqlarından bölüşür. Mən biraz buna qarşıyam. Nəyə görə? Çünki uşaqlar hal-hazırda elə bir dövrdədirlər ki, onların gözü bizdən daha qat-qat açıqdır və öz haqlarını daha çox tələb edirlər. Hər hansısa bir yanlış olanda, valideynlə uşaq arasında bir söz söhbət olanda uşaq onu ananın üzünə vurur. Hı. Bu çox məsələn valideynlər deyir ki, mən uşağımla açığam, rahat danışıram, amma bunu mütləq şəkildə ki, uşağın hər hansısa bir hadisə, xaos yaşayanda uşaq bunu valideynin üzünə vurur ki, sən də belə idin. Yəni mənə Anladım. hansı haqqım var ki, sən bunu deyirsən? Uşaqlar hal-hazırda öz haqlarını tələb edirlər. Onda burada doğru dostluqdan söhbət getməyib. Yəni belə deyək, bəzən biz övladlarımıza deyirik ki, biz sənin ən yaxın dostunuq və ya ən yaxın deyil də elə sənin dostun anandır. Əslində mən də sizinlə razılaşıram. Mənə görə o sərhəd qoyulmalıdır. Bir Sərhəd yer, yəni qoyulmalıdır. uşaqdan da, öz övladımdan da sərhədli şəkildə ala bilərəm sirrini, sözünü. Biri var bütün açıqlığı ilə, biri də var ki, bilməm gərəkən şeyləri alıram ondan. Qarşılığında da onun bilməyi gərəkən qədər verirəm. Məsələ budur. Yoxsa ancaq o desin, səndə depolanır. Axı burada həqiqətən də qeyri-səmimilik yaranır. Uşaqlar ümumiyyətlə yeniyetmələr artıq get-gedə öz haqlarını tələb etməyi və hətta bir çox uşaqlardan mən bunu yeniyetmələrdən eşidirəm ki, 17 yaşım olsun, 17 yaşdan sonra mən öz həyatımı yaşayacağam və yaxud da 17 yaşdan sonra sən mənə sözünü deyə bilməyəcəksən. Halbuki bizim yaşımızda biz hələ də öz anamızın, atamızın sözləri ilə hardasa qulaq asırıq, oturub dururuq. Ən azından etməsək də onların qəlbini sındırmamaq üçün hə yaxşı deyirik. Sizə elə gəlmirmi ki, ən doğrunu gənc hazırda olan, yəni nəsil edir? Yəni biz baxın deyirsiniz ki, valideynlərimizi razı salmaq üçün. Axı bizim burada düyümlənən sözlərimiz qalırdı. Biz ağzımızı açıb cavab qaytaranda o şirləni görürdük. Yəni bəzi şeylər var ki, bizdə deyil, yəni onlar daha sağlamdır. Düzdür. Onlara sağlam deyə bilərik. Amma elə bir dövrə gedib çıxırıq ki, artıq onların qarşısına biz dediyim kimi bəzi sərhədləri qoymasaq, onlar
həddən aşacaqlar. Bu Yəni sərhəddi qorxaraq qoymayaq da, qorxaraq qorxudaraq yox, qoymayaq. qorxudaraq deyil. Qorxudaraq qoysaq bunun axırı belə yaxşı Bəli, olmayacaq. Biz özümüzə də zərər vuracağıq, hətta qarşımızdakına da başa salaraqdan. Yeniyetmə yaşı elə bir yaş dövrüdür ki, hətta 25 yaşına qədər burda asılılıqlar, intiharlar, özünü qəsd etmələr daha çox olur. Ona görə o yaş dövrünə qədər biz onlarla yaxşı bir şəkildə dil tapmalıyıq, başa salaraqdan, anlataraqdan. Amma dediyim kimi bəzi məqamlar var ki, onların düşməsinə icazə verməliyik. Mən səni başa saldım, yol göstərdim, seçim sənindir. Ora düşmək istəyirsən düş və oradan da çıxmağın üçün yardım istəyirsən, kömək istəyirsənsə yenə yardım edəcəm, kömək edəcəm. Və bəzi valideynlər var ki, bu cür uşaqları ilə arasında söz-söhbətlər olur. Mən anama deyir, hər şeyi açıb danışdım, dedim, amma anam vaxtı gələndə bunları mənim başıma vurdu. Belə bir məqamlar da olur. Ona görə uşaqlarda da artıq qapanmalar gedir ki, yox, artıq mən anama heç bir şey açıb deməyəcəm. Valideynlərdə də çox günahlar var. Yəni günah deməyək, bu cür yəni bəli. Yanaşma tərzləri doğru yanaşma olmur, bəli. tərzimiz. Çünki biz dediyim kimi həm keçmişdən, həm gələcəyə artıq özümüzü işıqlandırmağa doğru gedirik. Bəli. Elə dövrün uşaqlarıyıq ki, biz görün neçə nəsli müalicə etmiş oluruq, neçə nəsli Düzdür. şəfalandırırıq. Özümüzü belə deyək, özümüzü şəfalandırmaqla məşğuluq. Özümüzdən böyükləri, yəni valideynlərimizin səhvlərini deyimmi, bilmirəm ona nə deyim. Valideynlərimizin üzərimizdə tətbiq etdiyi yanlışları anlamağa çalışırıq hazırda və bunlarla əlləşib vuruşarkən bir də özümüzdən sonrakı nəslə daha gözəl şeylər ötürməyə çalışırıq. Yəni əslində hazırda vəzifəmiz, yükümüz çox ağırdır. Çox ağırdır, amma çox gözəldir. Belə bir vurğulama edim ki, biz əslində çox güclü şəfacıyıq. Nəyə görə? Biz keçmişimizi işıqlandırırıq, şəfalandırırıq. Çünki Aydınlıq travmalar, gətiririk, bəli, eləmi? öz üzərimizdə çalışırıq. Bizim keçmişimizdə, yəni biz atamıza, anamıza, nəslimizə belə arınma ötürürük, şəfa Bəli. ötürürük. Hətta baxırsan ki, ana ilə olan münasibətlərində belə artıq aydınlanma baş verir. Deyir ki, seansdan çıxan insan deyir ki, necə oldu mən anamla münasibəti düzəltdim. Əslində özünü düzəltdikcə ana ilə, ata ilə münasibətlər də düzəlir və uşaqlarla münasibətlər düzəlir. Məsələn, 9-10 yaş uşaqları seanslara gətirmək istədikdə birinci ananı götürürük. Deyirik ki, birinci sən gəl, valideyn olaraq. Valideyn üzərindən çalışdıqca uşaq da yaxşı olur. Baxın, biz görün, hər bir Sonra biz nəslə deyəndə ki, bizə travmanı ötürən valideynlərimizdir, deyirlər ki, yox, daha bu son dönəmlər çox düşürsüz valideynlərin üzərinə. Yəni ümumiyyətlə travmanı yaşadan valideynlər deyilmi? travmanı yaşadan əslində valideynləri də biz qınaya bilmərik. Çünki bizim kökümüzdən gəlir. Bizim həyat tərzimiz budur. Biz Bəli, biz şəfalandıra getsək, hansı nəslə qədər gedəcəyik? Tutaq deyirsiniz ki, mən valideynimi günahlandırıram, deyirsiniz onun da günahı deyil, o da elə tərbiyə görübmü? Yəni bunu hara kimi getməliyik ki, şəfalanma baş versin? Bizim hər kəsin bir missiyası var. Elə insanlar var ki, seanslar alır. Onun o şifalanma, onun o arınması, yəni missiyasında məsələn 50%-dir. Elə insan var ki, 70-80% nə qədər çalışsa da o tərəfə keçə bilmir. Bunun bu qədərdir. Allah da buna bu qədər veribdir işıqlanmanı. Hər kəsin bir missiyası var və bir çox insanlar seanslara gəldikdən sonra düşünürlər ki, hə, hər şey bizdə sıfırlanacaq, yaxşı olacaq, möhtəşəm. Belə bir şey yoxdur. Bizim şuuraltımız açılır. Biz fərqindəliyimizi yaşayırıq. Fərqindəliyimizi yaşadıqca, sabah qarşımıza hər hansısa bir travma, bir xaos yaşadıqda, bir qorxu yaşadıqda, biz orada fərqindəliklə çıxacağıq əslində. Yəni idarə Budur. etməyi Bəli, öyrənirik. idarə etməyi orada düşünərəkdən, qərarlarımızı doğru bir şəkildə verərəkdən Bəli. çıxacağıq. Amma bundan əvvəlki olsaydı necə olacaqdı? Biz oradan belə deyim, xaosun içinə girəcəkdik, duyğunun içinə girəcəkdik. İnsana da travma verən nədir? Duyğulardır. Bəli. Duyğu yaşadır insana. Giririk bir duyğunun içinə, bir qorxunun içinə, artıq başlayırıq beynimizdə 7/24 danışmağa. Ondan sonra başlayırıq qarşımızdakı kim ki o bizə o qorxunu yaşadıb, hər hansısa bir travmanı yaşadıb, onun üzərindən belə deyim,
dava etməyə, söz-söhbət çıxartmağa belə-belə uzanır. Bunlar hamısı bizim beynimizdə baş Bəli, verir, beynimizdə, hisslərimiz. beynimizdə mütləq şəkildə beynimiz artıq danışır, susmur. Və beynimizi susturmaq üçün əlbəttə ki, biz özümüzü seanslarla, biz özümüzü beynimizi belə deyim, şuuraltımızı təmizləyərəkdən çıxara bilərik. Təbii ki, fərqindəlik çox Çox önəmlidir önəmlidir. və bir yerdə ki, artıq insan özünü, belə deyim də, əlini özündən üzür insan. Bəzən deyirik, filan kəsdən daha əlimi üzmüşəm. Bax, bəzən insan da özü-özündən əlini üzdüyü an olur. Ə, O an əslində daha çox özünə tutunmalıdır, daha çox özünü tutmalıdır deyə düşünürəm. Bəzən o dediyiniz kimi intihar halları filan da elə o duyğuda olanda baş verir. İnsan ki, baxır heç nə alınmır, heç nə düz getmir və əlini özündən üzür, özünü heç sayır. Amma düşünürəm ki, bir fərqindəlik yaşamış biri kimi deyirəm bunu. Elə insanın ən çox da o an özünə ehtiyacı var. Bəli. Bax, o an özü öz bir əli digər əlini tutmalı və özünə o sarılmağı bacarmalıdır. Mən bu yaxınlarda bir video çarx gördüm. İçi boş bir pencək qarşısında və xanım əlini salır o pencəyə, bir əli pencəkdir və digər əli ilə özü özünə özü özünə sarılır. Yəni sanki qarşısındakı onu anlayır. Yəni anlamağa ehtiyacı olduğu an özü özünü, öz-özünü anlamağa çalışır. Qayğıya, sevgiyə ehtiyacı olduğu an özü özünə o qayğı, sevgini göstərir. Bu kiçik, çox az zamanımızı alan bir andır. Onu əgər özümüzə etsək, o an özümüz özümüzə sarılmağı bacarsaq, məncə bax fərqindəliyin tam da yaşanması gərəkən andır, elə deyilmi? Əlbəttə ki, ümumiyyətlə yenə də qayıdaq qadın mövzusuna ki, qadın öz qarşısındakına görə hərəkət edir. Özünü düşünmür, öz hisslərinə dəyər vermir. Əslində dəyər vermək deyil, qarşısında insanlardan almadıqca o sevgini, artıq o zaman oyanır ki, mən bu günə qədər istəklərim, niyyətlərim, arzularım, hədəflərim hamısı puç oldu. Amma ailəyə sarıldım, ailə mənə dəyər vermədi. Ona görə onun hansı ki içində olan o güvənsizlik ortaya çıxır. İradəsizlik, güvənsizlik. Bunun üzərindən çalışdıqca, bunun üzərindən yenə də gedir, nəsil olaraq çıxır. Qadın içindəki potensialı çıxardır. Bu tək qadına aid deyil. Bu əlbəttə ki, Bütün insanlara. bütün insanlara aiddir. Bəzən məsələn, bu yaxınlarda bir pasiyentim var idi. Kişi idi, çox gözəl, ailəsinə dəyər verirdi, çox gözəl, amma orada boşanma oldu. Kişi ailədən istədiyini ala bilmədi. Qadın sanki belə deyim, o kişinin verdiyi dəyərə qiymət vermirdi. Etdiklərini sanki başqa bir şeylər, başqa bir Yəni bu hal dünyanın demək istəyirsiniz ki, təkcə qadınların başına bir tək gəlmir. qadınların başına gəlmir. Yəni başqa-başqa, fərqli-fərqli dünyanın insanları idi. Tamam, bunlar olmalı idi. Çünki missiyasında var ki, bunlar birləşib və sonra ayrılmaq, bu başqa bir gözlə baxaq. Amma bizim bir tək qadınlarda deyil, kişilərdə də var. Bir qadın, bunu da vurğulayım ki, bir qadın güclü bir hisslə, güclü ailəsinə sarılaraqdan öz həyat yoldaşını çox yüksək şəkildə qaldırmağa sahibdir. Yəni Necə deyirlər energetikaya onu? sahibdir. Onu bu cür də deyirlər ki, yaxşı qadın ərini şah edər Bəli, və olar şahın xanımı. bəli, bəli. Bu hər iki tərəfə aiddir. Həm yaxşı qadın, həm yaxşı kişi. Bir elə qadın var ki, çox güclü potensialı var və yaxud da işində, karyerində. Yəni bu qadın yüksələ bilər, amma həyat yoldaşı tərəfindən dayaq, dəstək görmür. Dəstək görmədikcə artıq qadın öz belə deyim, sanki öz hisslərinin içində gizlənir. Artıq içindəkini ortaya çıxarda bilmir. Mənə elə gəlir ki, Esmeralda xanım, biz heç duyğularımızla doğru düzgün tanış deyilik. Biz hiss və duyğularımızın doğru düzgün fərqində deyilik. Problem odur. Əgər biz onları tanısaq, baxın, gənc nəslin özəlliyi budur. Onlar tanıyırlar. Onlar dəyər anlayışı nədir bilirlər. Özləri dəyər verə bilirlər. Bizim öz anlayışımız olmayıb axı heç.
Olubmu yəni? Yeniyetmələr var ki, öz haqlarını tələb edirlər. Bəli, artıq edirlər. Yeniyetmələr var ki, evdə çünki bu cür böyüyüblər, Bəli. görüblər, öz sözlərini deyə bilmirlər. Yenə də qaynaqlanma nöqtəsi ailədir. Alfa dalğasına doğru gedirik. Dediyim kimi, bəzi sərhədlərimizi əldən verməmək şərti ilə ki, hansı ki, o sərhədlər gedir uşaqlarımızı aparır uçuruma doğru. Bəli. Onları qorumaq şərti ilə çox gözəl nəslə doğru gedirik. Aha. Alfa nəsli deyilir artıq. Gedişat yaxşını göstərir, çünki onların valideynləri artıq fərqindədirlər. Bizim valideynlərimiz o fərqindəliyi yaşamayıblar. Ona görə biz əziyyət çəkmişik. Ümid edirəm ki, biz fərqimizdə olsaq, biz şəfalansaq, görün nə gözəl nəsil gəlir. Keçim digər suallara. Demişdim bir sual verəcəm. Artıq proqramın yarısına çatmışıq və hələ də mənim suallarım idi. İndi keçək bizə gələn suallara. Fərqli suallar var əlimdə. Elə uşaqlıqdan danışmışkən bir xanım yazır, 28 yaşı var. Uşaq vaxtı çox sakit olmuşam. İndi də hər şeyi içimdə saxlayıram. Bu mənim şuuraltımla bağlı bir şey ola bilərmi? Bu sualın cavabını əslində verdik danışdığımız mövzularda. Əlbəttə ki, şuur altında bu özünü ailədə necə böyüyüb özünü ifadə edə bilmir. Özünü çıxarda bilmir. İçindəki o bəlkə də çox güclü bir potensiala sahibdir, amma özünü bu cür elə bir ailəyə gedib düşüb ki, və yaxud da elə bir dönəmə düşüb ki, özünü ifadə edə bilmir. O şuur altında gizlətdiyini depolayıb sanki. Utancaqlıq ola bilir orada, özünü ifadə edə bilməmə olur. Orada pərdələnmiş duyğular var, hansı ki, bu mövzularla danışmışıq. Şuur altı özünü gizlədir bir sözlə. Özünü gizlədir və gizlətdikdə bunu gələcəyindən bu gün anda özünü ifadə edə bilmir. Utancaqlıq, sözünü deyə bilmir. Var elə insanlar ki, hal-hazırda da qarşısındakı olan insan ona hər hansısa bir, məsələn, tərif deyir, halbuki o tərif ona xoş gəlmir və ona cavab da verə bilmir. Heç bir söz deyə bilmir. Baxır belə, gülümsüyür, keçir, halbuki ona xoş deyil. Yəni bu pərdələnmiş duyğular var, sözünü deyə bilməmə, ifadə edə bilməmə, utancaqlıq. Bu bizim yenə də ki, uşaqlıqda susdurulmuşuq. Bəli, eynilə. Onu demək istəyirdim ki, o qədər deyiblər ki, qız uşağı az danışar, qız uşağı hər sözə cavab verməz, hər sözə cavab qaytarmaz. Mən balaca olanda ümumiyyətlə çox danışan və haqqımı tələb edən uşaq olmuşam. Heç bir halda susmamışam məktəbdə də. Mamam da həmişə deyirdi ki, qız uşağı bəzi sözlərə kar olar, eşitməz onu. Amma indi baxıram ki, yaxşı ki eşitmişəm. Yaxşı ki anında cavab vermişəm. Amma bilirsiniz necədir? O söz səndə qalır. Elə bilirik ki, o an demədik, ötdü, keçdi. Yox. Gəlir adamlar var, deyir ki, inanırsınız, demək istəyirdim filan şey. İndi yadıma düşür ki, bax gərək mən bu sözü ona deyərdim. Elə deyil. Sanki danışığını unudur, sanki bütün düşüncələri unudur, deyə bilmir. Bu əlbəttə ki, orada pərdələnmiş özünə qapanmalar, sözünü ifadə edə bilməmələr susdurulmuş. Uşaqlıqda susdurulub. Yəni tərbiyəmiz bu cür tərbiyələnmişik əslində. Susan uşaqlar da ən tərbiyəli uşaqlar sayılırdı. Amma mənə görə elə deyil. Mən özüm susan uşaqdan şübhə edirəm. Mənə görə uşaq danışar, susmaz. Elə olduğu halda həm onun iç dünyasını bilmiş oluruq, həm hansı xarakterə sahibdir onu bilmiş oluruq. Keçim növbəti mövzuya. 35 yaşlı bir xanım yazır ki, bəzən hiss edirəm ki, həyatımı sanki kiminsə yazdığı ssenari əsasında yaşayıram. Bu yenə də bizim şuur altımızda nələrdir? Bizim depolanmış travmalarımızdır ki, hansı ki bizə həyatımızı biz başqalarına görə yaşayırıq. Ümumiyyətlə hər kəs, belə deyim də, cəmiyyətimizin 90% bu cür yaşayır. Başqalarına görə yaşayır. Ki başqalarına görə biz addım atırıq, qarşımızdakı insan nə deyər sözünü, birdən yanlış bir düşüncə deyərəmsə xətrinə dəyə, incidərəm qarşımdakını. Görüm qarşımdakı nə düşünür. Biz 90%-imiz bu cür yaşayırıq. Ümumiyyətlə önəmli deyilmi başqalarının fikrini önəmsəmək? Yəni mənə görə bu lazımdır sanki. Yəni çox da deyil, amma bəzən birilərinin fikrini, yəni
Təbii ki, yaxın hiss etdiklərimizin. Misal üçün bir iş görmək istəyirik və ya bir addım atmaq istəyirik. Ailəmizin fikri önəmli olmamalıdırmı? Önəmli Yaxınlarımızın, olmalı. dostlarımızın. Tutaq ki, geyim mövzusunu götürsək, axı cəmiyyətdə bu gün hər kəs maariflidirmi ki, deyək ki, geyim əxlaq göstəricisi deyil. Çünki yarı kütlə üçün hələ ki geyim əxlaq göstəricisidir, digər kütlə üçün isə, bir hissə üçün isə əxlaq göstəricisi deyil. İndi neyniyək? O zaman nə etməliyik? Ümumən biz geyimimizə diqqət etməliyik. Mən bu gün ə, hələ cəmiyyətin qəbul etmədiyi tərzdə geyinib çıxıramsa, bu tamamilə qapanma da ola bilər, nə bilim, açıq-saçıq geyim də ola bilər. Söhbət sadəcə açıq-saçıq geyimdən getmir. Bu gün tutaq niqabı hər kəsmi qəbul edir? Eynilə çox açıq geyimi hər kəsmi qəbul? Orta geyim. Yəni dediyim odur ki, bəzən ətraf mühitin, bəzən insanların fikri önəmli olmalıdır. Bu belə bir məqamdır ki, biz qarşımızdakı insanı dinləməliyik. Bəli. Fikirlərimizi bölüşməliyik, ortaq bir nöqtəyə gəlməliyik ki, onun fikri nədir? Üst-üstə düşməlidir. Bir işi görəriksə, bu bir karyerdə işə aid olan bir şey. Amma bəzən olur ki, bizim qarşımızdakı insan adi bir oturub söhbət edirik və qarşımızdakı insan hər hansısa bir söz deyir, içimizdə onu qəbul etmirik. Hı hı. Amma icazə veririk deməyə. Halbuki biz qarşımızdakı insana o demək deyil ki, biz xaos yaşamaq. Sakit bir şəkildə deyə bilərik ki, burada mən bu cür addım atıram və bu mənə xoşdur. Yəni sözümüzü Bəli, ifadə sözümüzü deyə etmək, bilərik. Bəli. sözümüzü deyə bilərik. Və geyim mövzusunda isə əlbəttə ki, hər kəsin bir seçimi var. Bir insan, əgər fərqində olan bir insan hər kəsi olduğu kimi qəbul etməlidir. Kiməsə var ki, belə bir şeylərlə qarşılaşırıq yolda. Kiminsə geyiminə hər hansısa bir yoldan keçən söz atır, edir. Bu doğru bir əlamət deyil əslində. Onun da öz seçimi var. Yəni biz onun yerinə yaşamırıq. Hər kəsin öz seçimi var. Tamamilə haqlısınız. Mənim də dediyim odur ki, baxın, biri gəlir, dediyim kimi, bu tamamilə qapalı biri də ola bilər və ya açıq-saçıq geyinmiş biri də ola bilər. Elə adam var ki, heç ona baxmır, məhəl qoymur. Eləsi də var sizin dediyiniz kimi, hətta səsli şəkildə fikrini bildirir, söz atır. Ona görə burada bizim üzərimizə düşür məsələ. Yəni geyinib çıxanda, ümumiyyətlə fərqi yoxdur da. Yəni biz nəzarət etməliyik özümüzə. Bu bilirsiniz necə? Hər kəsin fərqli düşüncələri olduğu üçün hər kəs özünə nəzarət edir. Bəli. Çünki mən bu gün bunu geyinib çıxıramsa, bilirəm ki, bura çəkiliş üçün gəlirəm. Bu geyim bura uyğundur. Sabah başqa bir geyim geyinirəmsə, onu əlbəttə ki, fərqində olaraqdan geyinirəm. Və hər kəs fərqində deyil. Hər kəs ümumilikdə belə bir şey var ki, biz hər kəsə deyə bilmərik ki, sən tutaq ki, məsələn, hər hansısa bir geyimi geyindin, çıxdın, düşündünmü, fərqindəsənmi ki, ora? Bu hər kəsə aid deyil. Bu hər zaman olub və müzakirəyə açıq mövzudur və heç vaxt öz həllini tapmayacaq. Hələ ki düşünürəm, tapmayacaq. Burada qalır cəmiyyət ümumiyyətlə maariflənməlidir ki, bu mövzulara da çox rahat yanaşa bilək. Düz. Keçim digər sualımıza. Mən çox güclü qadınam. Amma var. Amma niyə sevəndə uduzuram? Mən güclü qadınam dedikdə bəzi insanlar var ki, qadınlar var ki, həyatda güclü olmağı seçir. Halbuki güclü deyil. Halbuki onlar zəif qadınlardır. Sadəcə olaraq həyatda özlərini güclü göstərirlər. Bu yaxınlarda mənim 20 yaşında bir pasiyentim var idi və xanımdır. Mənə dedi ki, mən güclü olmaq istəyirəm. Mən istəyirəm ki, işə girəndə hər kəs mənim sözümə tabe olsun, mənim sözümdə otursun, dursun. Mən onları idarə etmək istəyirəm. Maşınım olsun. Bu bilirsiniz nədir? Bu insanın içindəki olan o hökmranlıqdır ki, Hissidir, bəli, onu o həyata keçirib və qarşısındakı insanlara bu cür əmrlə işləmək seçir. Və bu cür insanlar həmişə uduzur. Heç vaxtda belə bir şey olmur. Sualları köçəndə ən çox diqqətimi bu sual çəkmişdi və orada mən çox güclü qadınam hissəsi eynilə sizdəki kimi. Amma niyə sevəndə uduzuram? Güc savaşı edib sevgidə də udmaq mümkündürmü ki?
Xeyr, sevgidə udmaq mümkün deyil. Onun heç ümumiyyətlə sevgidə udmaq güclə əlaqəsi yoxdur. Bəli. Yəni dediyim kimi bir qadın sanki öz içinlə savaşır. Güclü olmalıyam, bu olmalıdır. Əlimin altında çox işçi olmalıdır və mən içəri girəndə hər kəs mənə tabe olmalıdır. Bəli. Bu cür insanlar çoxdur. Bu əslində dediyim kimi bir öfkədir, Bu bir güc savaşdır. savaşıdır. Bəli, Eynilə, bir bəli. güc savaşıdır ki, özü özünlə savaşır. Halbuki belə bir şey yoxdur. Yəni belə götürək də, savaşda olan insan xoşbəxtliyin dadını dada Heç bilmir. vaxt. Çünki daima savaşdadır və Savaşda. o güclü olmaq istəyi, hırsı. Bu gün çox xanımlar bunu istəyir, deyim sizə. Bəli, Gənc bəli. xanımların çoxu deyir ki, hədəfim güclü olmaqdır. Yəni güclü olmağı bir hədəf kimi belə deyim də seçmək olmaz. İnsan nə zaman güclü olur? Həyatda istədiyi hər hansısa bir hədəfə yönələndə və ya arzularına gedən yolda o rastlaşdıqları maneələri dəf etdikcə Bəli. gücünün fərqinə varır. Əks halda mən güclü olmağı hədəfləmişəm. Belə olanda bilirsiniz, mənə çox təhlükəli Bəli. gəlir bu proses. Güclü olmağı hədəfləyən insan hər kəsi əzib keçə bilər. Bəli. Mənə elə gəlir. Bu həqiqətən də hökmranlıqdır və çox gözəl vurğuladınız. Belə bir insanlar heç vaxt həyatda hədəflərinə doğru gedə bilmirlər. Gedirlər, yarımçıq qalırlar. Yenə də yarımçıqlıq onlarda baş verir. Bu anı yaşaya bilməzlər. Anı eləmi? yaşaya bilmirlər. Amma siz çox gözəl vurğuladınız ki, hissə-hissə, pillə-pillə getmək lazımdır. Orda düşə də bilərsən, oradan qalxmağı öyrənirsən. Əslində düşüb qalxan insanlar həmişə çox gözəl hədəflərinə doğru çatırlar və çox güclü olurlar. Hansı ki, güclü olmağı hədəf kimi seçirlər, onlar həmişə yarı yolda qalırlar. Amma qarşımıza hədəf qoysaq ki, mən bu işimi görmək istəyirəm və o işi görmək üçün hansı addımları atmalıyam və orada addımları atarkən biz düşə də bilərik, qalxa da bilərik. Bunlara hazırıqmı bunlara? Bunu biz edə bilirikmi? Və düşdükcə, qalxdıqca daha da güclənirsən. Bəli. İnsan o çətinə başa düşdükcə Mütləq, güclənir, bəli. O mütləq zaman güclənir. güclənir. Yoxsa güc heç bir zaman hədəf ola Heç bilməz. vaxt hədəf ola bilməz. Belə bir məqam da var ki, ümumiyyətlə bəzi insanlar ümumiyyətlə onlar nə qədər hədəflərinə doğru getsələr də çata bilmirlər. Belə deyim də, xoşbəxtliyi dada bilmir insan. Anında yaşamağı, duyğulara girərəkdən yaşayırlar. Kimlərə görəsə addım atmağı seçirlər. Hı. Öz istəkləri deyil. Mən özümü kimə görəsə, kiminsə qarşısında güclü görsənmək üçün addım atıram. Və əlbəttə ki, bu cür həmişə yarımçıq qalır bu cür Eynilə. addımlar. Eynilə razılaşıram. O zaman deyirsiniz ki, xanım yazmışdı ki, sevəndə uduzuram. Yəni bu çox normaldır, eləmi? Çünki güclü qadındır, daim güclü olmağa fokuslanıb, Bəli. ona görə də sevgidə uduzur. Uduzur. Halbuki sevgidə güclü olmağa gərək yoxdur. Sevgidə bəzi bir şeylər var ki, məqamlar var ki, onları biz rahat buraxmalıyıq. Bəli. Düşüncə olaraq, hiss olaraq, şuuraltı olaraq biz rahat buraxmalıyıq ki, o hədəflərimizə doğru da getməyi bacaraq. Xoşuma gəldi fikriniz. Aha. Sevgidə güclü, nə dediniz? Sevgidə güclü olmaq lazım deyil. Bəli, güclü olmaq lazım deyil. Biz bəzi hədəflərimiz, sevgi olsun, başqa bir iş olsun, bəzən görürük ki, biz ora çatmırıq, boş buraxmaq lazımdır. Boş buraxdıqca baxırıq ki, o bizim yanımızdadır, amma biz o qədər ora fokuslanmışıq ki, götürə bilmirik onu. Amma nə zaman ki, biz artıq onu sərbəst buraxdıq, rahat buraxdıq, o zaman baxırıq ki, o bizə doğru gəlir. Bəli. Və yaxud da gəlmirsə, demək ki, ehtiyac yoxdur. Bu bizə zərər verəcəkdir. Bizə ehtiyacımız yoxdur, missiyamız da yoxdur. Bunu fərqli-fərqli danışmaq olar bu mövzunu. Amma Mütləq toxunarıq. qısa bir şəkildə deyim ki, bəzən fikir olaraq, düşüncə olaraq əgər bir hədəfinə çata bilmirsənsə, biraz boş buraxmaq lazımdır. Bəli. Yəni sevgidə uduzursansa, biraz boş burax Bəli. və o sevgi özü gəlib səni Özü gəlib tapacaq. tapacaq. Ən gözəli. Aha. Sonuncu sual səsləndirəcəm və bu da eynilə 26 yaşı var xanımın. Yazıb ki, bəzən gülümsəyirəm, amma içimdə səssiz bir ağrı var. Şuuraltı bu qədər güclü ola bilərmi? Çox gözəl Çox sualdır. gözəl sualdır, bəli. Şuuraltı ümumiyyətlə çox güclüdür.
bizim dediyim kimi bütün, depolanmış bir vəziyyətdir şuuraltımız, sanki bir kompüterdir. Bizim, keçmişimizi də, bu anımızı da, gələcəyimizi də sanki yazır. Fikir verirsiniz, bir insan beynində həm keçmişi, düşünür və həm gələcəyi düşünür, həm də bu anı planlayır. Yəni olmazmı ki, bir insan o ağrını qəbul etsin ki, mənim bir ağrım var. Niyə o ağrını ağlayaraq və ya danışaraq rahatlaşdırmasın ki bir insan? Yəni niyə dirənc göstərsin beynimiz? Bəli, qəbullanmır, qaçır əslində. Ümumiyyətlə bir insan hər hansısa bir travmasını, bir duyğusunu qəbul etdikdə, o insan dirənci qırmağa doğru gedir. Bu düzdür, tək başına olan bir, mövzu deyil. Bunu mütləq, ki hər hansısa bir terapistlərə gedərəkdən bunu etmək lazımdır ki, insan o dirəncini qırsın. İnsanlar gəlir, oturur qarşımızda danışır ki, mən bu cür insanam, buyam, hər şeyi başa düşürəm. Çox məntiqli şəkildə qulaq asırsan ki, hə, doğrudan hər şeyi doğru bir qərarlar verir. Çox gözəl danışır, doğru qərarlar verir, amma əslində çox güclü dirəncləri var. Bu yaxınlarda belə bir hadisə müşahidə etdim. Bir qadın, çox məntiqli, düşüncəli olaraq danışır. Baxırsan ki, çox ağıllı, çox gözəl danışıqlar aparır, amma şuur altında çox böyük dirənci var. Uşaqlarını, övladını olduğu kimi qəbul etmir. Yox, mən dediyim olmalıdır sanki. Və onun da altında əzilir. Öz qadın, öz sağlamlığından keçir, uşaqlarından keçir. Yəni artıq uşaqla ana arasında çox böyük, belə deyim, sərhədlər çəkilib. Bəli, uşaqlarını Soyuqluqlar itirir, var. belə Bəli, deyək. itirib hal-hazırda uşaqlarını belə itiribdir. Bir tərəfdən də özü çox güclü, xəstəliklər artıq yol açıbdır. Nevroloji xəstəliklər, hər hansısa bir fərqli-fərqli. Bu şuuraltı dirənc göstərir. Həyatını, öz övladlarını olduğu kimi qəbul etmir. İstəyir ki, mükəmməl bir ailə olsun. Əlbəttə ki, bu da mümkün deyil. Hər kəs mükəmməl ola bilməz. Hər kəs Təbii ki. mükəmməl bir ailə yaşaya bilməz. Ümumiyyətlə varmı ki, mükəmməl ailə? Ümumiyyətlə mükəmməlliyətçilik doğrudurmu ailədə? Yox, doğru deyil. Mükəmməliyyətçilik doğru deyil. Mükəmməl ailə yoxdur, amma fərqində olaraqdan yaşayan ailə var. Hansı ki, ailələr var ki, qadın və ya kişi fərqində olaraqdan addım atır. Evet. Dediyim kimi, bir mövzu olarsa, o mövzunu oturub qarşılıqda çözdükdə artıq bu fərqindəlik və gözəl bir ailəyə aparıb çıxardır. Əslində o qədər gözəl mövzulara toxundunuz ki, yəni bir sualın içindən nə qədər mövzu çıxır, necə deyirlər, söz sözü gətirir, mövzu mövzunu açır. Ümid edirəm ki, bu mövzulardan, bu danışdıqlarımızdan çox qadın özünə pay çıxaracaq. Bəli. Yəni ən gözəl demək olar ki, suallar idi bu iki sual. Bu sualı verməklə yəni xanımlar digər xanımlara da elə necədir sizin dilinizdə desək, şəfaətçi oldular. Bəli. Yəni onların da şəfalanmalarına bir vasitəçi oldular. Mən sizə təşəkkür edirəm, minnətdaram. Nə gözəl bütün suallara belə ətraflı cavab verdiniz, xanımlar da məmnun etdiniz. Buyurun söz sizdə, izləyicilərinizə. Siz də sağollaşın. Sonra Mən sizə təşəkkür edirəm Sevinç xanım. Çox sağ olun dəvətiniz üçün. Mən də çox məmnun oldum. Həm buradakı hansı ki qadınların suallarına cavab verdim. Bilmirəm, oradan hər hansısa bir dərslər çıxardacaqlarmı? Bu hər kəsin öz seçimidir əlbəttə ki. Mən çalışdığım qədər nələrisə bir cavablandırmağa çalışdım. mən hər zaman qonaqlarımın sözü ilə sağollaşıram. Yəni 1 saat ərzində danışdıqlarımızdan nəyi nəticə çıxardıramsa özüm elə onu da izləyicilərimə tövsiyə edirəm. Esmeralda xanımın fikirlərindən ən xoşuma gələni bu oldu ki, siz heç nəyin dalınca qaçmayın. Qaçdıqca itirəcəksiniz. Siz onu rahat buraxmağa çalışın, o özü sizi tapacaq. Elə bu xoşbəxtliyə də aiddir, elə bu gündəlik yaşamınıza da aiddir. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.